Salam, mən Natəvan Rüstəmova. 2019-cu ildə Araz Supermarketlər şəbəkəsində işə başladım. Həmin ərəfədə mənim iş yoldaşım mənə dedi ki, evladım yüksək balla qəbul olduğuna görə şirkət tərəfindən təqaüd verilir və həmin ərəfədə mənim oğlum da yüksək balla qəbul olduğu üçün mən də bundan maraqlandım və şirkətə müraciət elədim. Bundan yararlandıq. O ərəfədə mənim ikinci oğlum da universitetə hazırlaşırdı. Oğlum da mən də bu haqda ona da məlumat verdik ki, bəs şirkətin belə bir qərarı və təqaüd verilir. Çalış sən də yüksək balla qəbul ol ki, sən də ala bil o təqaüdü. O oğlum da yüksək bal toplayaraq, o da bu təqaüddən yararlandı. Hər ikisi şirkət tərəfindən o təqaüdü ala bildilər. Bir ana olaraq çox sevinirəm. Hər iki evladım həm yüksək bal topladığına görə, həm şirkət tərəfindən təqaüd aldığına görə çox sevindim. Yəni bu mənim üçün çox böyük dəstək oldu. Bunun üçün şirkətimizə çox böyük təşəkkürümü bildirirəm. Mən Turgut İsmailov, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisasında təhsil alıram. Mən bura 2020-ci ildə 555 balla qəbul olmuşam. Həmin ərəfədə mənim valideynim Veysəloğlu şirkətinin işçisi olduğuna görə mənim qardaşım da bu tələbə təqaüdündən yararlana bilirdi. Mən də universitetə hazırlaşarkən çox istəyirdim ki, bu təqaüddən yararlana bilim. Yaxşı ki, yüksək bal yığmışam, mən də hal-hazırda bu təqaüddən yararlana bilirəm. Hal-hazırda valideynim bu şirkətdə işlədiyi üçün bu şirkətin əməkdaşlarına qarşı yaratdığı şəraitdən xəbərdaram. Bir gənc olaraq da mən də belə bir şirkətdə əməkdaş olmaq istəyirəm və səbirsizliklə universitetin qurtarmağını gözləyirəm və Arazın bir işçisi olmağı mən də istəyirəm.